Hamının yadındadır ki, Sokar rəhbərliyi Atletico Madrid klubuna xeyli maya qoyaraq nəyisə maliyyələşdirirdi. O pulu verib niyə Qarabağa oyuncular almırlar? Liverpool'a 6-0, Newcastle 6-1 davamı gələrsə əvvəlki qələbələr təsadüfi sayılacaq. Təsadüfi xarakter daşıyacaq. Bu kluba sponsor dəstəyi lazımdır. Özü də altyapıdan tutmuş peşəkar futbol liginə qədər. Futbolçu qış idman növü deyil. Ölkəmizdə kütləvi xarakter daşıyır. Futbolumuzun başında duran potabaşlar Masallıda Anatol Banişevski adına futbol meydançasının dağılıb xarabalığa çevrilməsini gözlərlə görmürdülər. Belə dağılma prosesi illərdir ki, davam edir. Bütün rayonlarda adi qaydada dağılmaq üzrədir. Futbol təkcə tamaşaçı dəstəyi ilə inkişaf etmir axı. Dövlət dəstəyinə və legallığa da ehtiyac var. İmkanlı potaların övladlarından futbolçu çıxmır, kasıbdan da çalan. Futbol da qalıb yerində. Necə deyərlər? Deyəsən Şamo Arif deyib bu hikmətli kəlamı. Bir sürü dananı qabağına qatıb otara biləcək adamlar şəhərlərə rəhbərlik edirlər. Sürü də qalıb kəndlərdə otaran yoxdur. Futbolumuz məhz bu vəziyyətdədir. Dana doluqdan sürü, ilxı, naxır çıxar, məmur yox.